Yaxşı. Deməli, bax burada 16-cı məsələyə xahiş edirəm, hamı baxsın, diqqətli olsun. Burada nə deyir? Bir bağdan 7 yeşik. Baxın, bu birinci bağımızdır. Burada neçə yeşik var? 7 yeşik var. 1, 2, 3, 4, 5, 6, 7 dənə yeşik var. İkinci bağ da isə, bax bu ikinci bağ, bu birinci bağ, bu da ikinci bağ. 4 yeşik var. 4 yeşik var. Sual verir ki, deyir ki, birinci bağdan yığılan heyva ikinci bağda yığılandan 72 kiloqram çoxdur. Buranı görürsünüz. Bura deyir ki, oradan 72 kiloqram çoxdur. Yəni siz bax bu məsələdə şəkillə verib sizə köməklik göstərib. Belə məsələlər şəkillə verilmiş, uşaq özü tapsın. İndi bizə sual verir. İndi bizə sual verir ki, bir yeşiyə neçə kiloqram heyva yığıldı? Hər bağdan neçə kiloqram heyva yığıldı? Biz baxıram ki, bax birinci bağdan 7 yeşik, ikinci bağda 4 yeşik. Deməli, bu bundan neçə yeşik çoxdur? 3 yeşik. Deməli, bu 3 yeşik 72 kilodursa, 72-ni də bölərəm 3-ə. 72-ni 3-ə bölənə nə edir? 24. Mənə aydın olur ki, 24. bir yeşik 24-dür. Gəlin yazaq. Yeşiklərin, sarı yeşiklərin içində 24 yazıram. Hər yeşik neçə oldu? 24 kiloqram oldu. Bu bunun birinci sualı idi. İkinci sualda nə deyir? Hər bağda neçə kiloqram heyva yığıldı? İkinci sualı həll edelim. Birinci bağda 7 yeşik vardı. Hər yeşikdə də 24 kilo var. 7 dənə 24-üm. 7 və 4-üm 8, 28, 2 hətta. 2 dəfə 7-im 14, 2 hətta vardı. 168 kiloqram birinci bağ. Birinci bağdan yığılan nədir? Heyva. İkinci bağımızda neçə yeşik vardı? 4 yeşik vardı. Bəli, Ömər. Dərsimiz saat neçədə bitəcək? 12-də. 4 dəfə 24-üm, 4 dəfə 4-üm 16, bir yadda. 4 dəfə 2-im 8, bir yadda vardı 96 kiloqram. Bu da neçənci bağ oldu? İkinci bağdan yığılan heyvanın çəkisi oldu. Gördünüz? Məryəm gördü, siz gəlməmişdiniz dərsə. Bunu izah elədim. Başa düşdünüz? Aylin, başa düşdünüzmü bunu? Bəli, mən başa düşdüm.